Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif riyaziyyat iş dəftərinin ikinci hissəsindəki tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 47-dəyik. Bugünkü mövzumuz kütlə və tutum. Baxırıq birinci tapşırığa. Deyir, kütlələrə uyğun vahidləri boş xanalara yaz. Qram, kiloqram, yoxsa ton. Birinci şəkil kibrit qutusudur yəqin ki bu. Yoxsa nədir bu? Hər nədirsə balaca bir şeydir. 115 qram olar. Kiçik olduğuna görə tardır. 1 nə olar? 1 qram olmaz. Təbii ki 1 ton da olmaz. 1 kiloqram olar. Pianino 2də 1 ton olar. Yəni yarım ton. Yəni 500 kiloqram olar. Bu isə 350 kiloqram olar. Boş xanalara uyğun ədədləri yaz. 3 kiloqram 3000 qramdır. Yanında da 116 var. Olur 3116 qram. 5də 1 ton. 1 ton 1000 kiloqramdır. 1000-in 5də 1-ini tapmaq üçün 1000-i 5-ə bölürük. Edir 200 kiloqram. 6 ton 6000'dir. Yanında da 65 var. Olur 6065 kiloqram. 10'da 3 kiloqram neçə qramdır? 1 kiloqram 1000 qramdır. 1000'in 10'da 3'ünü tapmalıyıq. 1000'i 10'a bölürük. 100, 100'ü 3'ə vururuq. 300 qram. Sonra 2 kiloqram 5 qram 2005 qram eləyəcək. 2 tam 8'də 1 ton neçə kiloqramdır? 2 tam 2000'dir. Və 1000'in də 8'də 1'ini tapırıq. 1000'i 8'ə böləndə eləyir 1 deməli 20'ni böləndə 2 dəfə 125. 2125 kiloqram. 5 ton 4 kiloqram. 5 tonu tapmaq üçün 1000'ə vururuq. 5000 bu da 4 olur 5004 kiloqram. 1 tam 4'də 1 kiloqramı qrama çeviririk. Yine kiloqram da 1000 qramdır. 1000'in 4'də 1'ini tapmaq üçün 1000'i 4'ə bölürük. 250 eləyir. Burada da 1000 var. 1000 qram. 1250 qram eləyir. 3'də deyir verilmiş kütlələri qramla ifadə et. Cədvələ əlavə 2 əşya adını yaz. Tərəzidən istifadə etməklə onların ölçüsünü ölç və cədvəli tamamla. Düyü yazılıb, 2də 1 kiloqram yazılıb. Yəni 1 kiloqramın yarısı. 1000'in 2də 1'i 500 qram eləyir. Alma yazılıb, 1 kiloqram 250 qram. 1 kiloqramı 1000'dir. 250 də var. 1250 qram. Və başqa nə əlavə edə bilərik? Məsələn, əşya yazıb. Telefon məsələn. Telefon yaza bilərik. Telefonun hardasa kiloqramla deyir, qarışıq vahidlərlə. Yəni 1 kiloqramı keçmir, hardasa 300 qram ola bilər. Bunu biz qarışıq vahidlə necə göstərərik? 4'də 1 kiloqram deyə bilərik. 300 qram yox, 250 qram eləyəcək. 1000'i 4'ə bölündə 250 qram olar. 250 qramlıq da telefon ola bilər. Başqa nə yazaq? Çanta, məktəb çantanızı çəkə bilərsiniz. Hardasa 3 kiloqram ola bilər. Bunu da qramla yazsaq 3000 qram edir. Boş xanalara uyğun ədədləri yaz. 300 qram neçə kiloqramdır? 0,3 kiloqramdır. 700 kiloqramda 0,7 kiloqramdır. 800 qram 0,8 kiloqram. 200 kiloqram 0,8 0,2 ton. 2400 qram 2,4 kiloqram. 3300 kiloqram 3,3 ton. 3100 kiloqram 3,1 kiloqram. 2500 kiloqram 2,5 ton edir. 5'də deyir hesabla və müqayisə et. 5 kiloqram 8 qram üstəgəl 4 qram. Elə bil burada 8 ilə 4'ü toplayacaq 12 qram. Yəni 5 kiloqram 12 qram eləyir. Bu isə 6 kiloqramdır. Yəni bu 6 kiloqramdan təbii ki azdır. Buna görə bu cür işarə qoyuruq. 4'də 3 kiloqram, hətta bunun başında yazaq nəyə bərabər oldu bu? 5012 qramdır. Bu isə 6002 qramdır. 4'də 3 kiloqramı tapmaq üçün 1000'i 4'ə bölürük. 3'ə vururuq. 4'ə böləndə 3. 3'ə vuranda 750. 750 qram təbii ki 800'dən kiçikdir. Burada 4'dən 4'ün çıxanda 0 qalır. 28'dən 6'ın çıxanda 22 qram qalır. 22 qram
22 qrama bərabərdir. Burada 1000 kilogram və 5'də 2 ton. 5'də 2 tonu tapmaq üçün, neçə kilogram olduğunu tapmaq üçün 1000'i 5'ə bölüb 2'yə vururuq. Bu edir 400. 1000'i 5'ə bölündə 200, 200'ü də 2'yə vuranda 400. 1000'in də üstünə 400 gəlsək, eləyir 1400. Birinci tərəf 1400'ə bərabərdir. İkinci tərəfdə isə bunu tapmaq üçün 5'də 2 ton, 1000'in 5'də 2'sini tapdıq, 400'dür. Burada da 2 var, yəni 2000 var. 2400 eləyir. Deməli 5800'dən 2400'ü çıxmalıyıq. Bu eləyir 3400. Yəni burada 3400'ə bərabərdir. 1400 kiçikdir 3400'dən. Sonra burada 5 kilogramdır. Burada 4 kilogram 900 gram üstəlik 200 gram. 900 gramdan 200 gramı toplayanda 1100 gram edir. Burada da 4000 gramdır. 4000'dən də 1100, 1100 gram edir. Bu da böyükdür 5 kilogramdan. Burada çıxmalıyıq 2,1'dən 1'in çıxsa 1,1 kilogram qalır. Digər tərəfdə 10'da 5 kilogram, 10'da 5 kilogram. Bu edir 10'da 10. Yəni 1. 10'da 10 bərabərdir 1'ə. Bu 1 kilogramdır. 1 kilogram kiçikdir 1,1'dən. Geçdik o biri tapşırığa. Suallara cavab ver. Səbətdə 2,7 kilogram ərik var. Səbətdə neçə qram ərik var? 2 kilogram 2000'dir. 2000'in üstünə gələcək 1000'in 10'da 7'sin. Yəni 1000'i 10'a bölüb 7'yə vurmalıyıq. 10'a böləndə 100, 7'yə vuranda 700, 2000'in də üzərinə 700 gələndə 2700 edir. Sonra burada deyir ki 1 litr limonat üçün 200 gram limondan istifadə edilir. 10 litr limonat üçün neçə kilogram limondan istifadə olunar? 10 dəfə artıq 1 litrə 200'dürsə 10 litr 1 litrdən 10 dəfə çox olduğuna görə istifadə etdiyimiz də 10 dəfə çox olacaq. 200'ü vururuq 10'a. Bu eləyir 2000 qram. Bu da bərabərdir 2 kilograma. Bizdən kilogramdan soruşur. Keçdik 48'ə. Əşyaların tutumlarına uyğun vahidləri boşxanalara yaz. 1200 millilitr olar. Təbii ki, litr ola bilməz. Bu 500 litr olar. Bu 6,2'də 1 litr olar. 15 millilitr olar. Çay qaşığı az tutur. Verilmiş tutumları millilitrlə ifadə et və cədvəli tamamla. Su butulkası 2'də 1 litr. Yəni 1000'in 2'də 1'ini tapırıq. 1000'i 2'yə böləndə 500 millilitr edir. Stəkan 5'də 1 litrdir. Yenə 1000'in 5'də 1'ini tapırıq. 1000'i 5'ə böləndə 200 millilitr eləyir. Çaydan 1 litr 200 millilitr. 1 litr 1000'dir. 1000'in də üzərinə 200 gəlirik. Eləyir 1200 millilitr. Akvarium 15,3'dür. 15 mindir. 1000'in də 10'da 3'ünü tapırıq. 1000'i 10'a böləndə 100, 3'ə vuranda 300. 15 min də üstünə 300 gələndə 15300 millilitr. Süd qabı 2 litr 120 millilitr. 2 litr 2000'də üzərinə də 120 gəlirik. 2120 millilitr. Boşxanalara uyğun ədədləri yaz. 500 millilitr bərabərdir 0,5 litrə. 3200 millilitr bərabərdir 3,2'yə. 300 millilitr 0,3 litr. 6400 millilitr 6,4 litr. 700 millilitr 0,7 litr. 8100 8,1 litr. 900 millilitr 0,9 litr. 1700 millilitr 1,7 litr. Boşxanalara uyğun ədədləri yaz. 3200 millilitr üstəgəl 1,2 litr. 3200'ün üzərinə 1200 gələrik. Yox, litrlə deyir. Cavabı litrlə verməliyik. Burada əvvəlcə toplayaq. 3200'dən 1200'ü toplayanda bu eləyir 4400 millilitr. Amma litrdən göstərməliysə 4,4 şəklində göstərəcək. İkincisində 4500'ün üzərinə gəlməliyik. 2300'ü kilograma çevirəndə yox, tonla deyir. Ev yox, birinci bunu belə hesablayaq. 6800 kilogramdan tapdıq. Bunu tonla göstərməliyiksə 6,8. 8,7'dən çıxmalıyıq 1350 millilitri.
Çevirək bunda millilitrə olur 8700. Çıxırıq 1350-ni. 0, ondan 5, 5, 6-dan 3, 3, 8-dən 1, 7. 7350 millilitr. Sonra 3,5 kilogram, 3400 gram. 3,5 kilogramdan digərində kilogramla göstərsə 3,4 eləyir və çıxanda qalır 0,1 kilogram. Sonra 5,2 litr üstəgə 1400 millilitr. Bunu da millilitrlə göstərərik. 10-da 2-ni, minin 10-da 2-si bərabərdir 200-ə. 5200 eləyir. 5200-ün üzərinə 1400 gəlsək eləyəcək 6600 millilitr. Burada 4'dan 5'te 1 ton, minin 5'te 1'i, mini 5'e bölündü 200. Bu da 4000, 4200 kilogram. Üste gel 1500 kilogram. Bu da eləyir 5700 kilogram. Sonra deyir, eyni meyvələrin kütlələri bərabərdir. Üçüncü tərəzi nə qədər göstərər? Aha. Deməli, burada 4 dənə nar, 2 dənə armud var. 1 kilograma bərabərdir. Burada yenə 2 dənə armud var. Amma nar bir dənə artıqdır. Bir dənə artıqdırsa, burada artıq olan 10'da 2'dir. Deməli, bu bir dənə narın kütləsidir 10'da 2 kilogram. Deməli, biz buradan narı tapa bilərik. Minin 10'da 2'sini tapıb, narı tapacaq. Nar 1000 bölün naz yazdım. Nar 1000 bölünsün 10 vurulsun 2'ye. Böləndə 10'a 100, 102'ye orada 200 gramdır nar. Nar 200 gramdırsa indi armudu tapa bilərik. Necə tapacaq? Birinci tərəzidən. Görürük ki, nar 4 dənədir. Və biri 200 gramdırsa 4'ü əvvəlcə deyəm 1000'dən çıxaq. 400 vurulsun 400 nədir? 4 vurulsun 200'ə. Yəni narın çəkisini çıxacaq. 4'ü 200'ə vuranda 800, 1000'dən də 800 çıxanda 200. Bunu da 2'yə bölməliyik. Çünki 2 dənə armud var. 200'ü də 2'yə bölürük. Armudun çəkisini tapırıq 100 gram. Sonuncuda isə bir armud, bir nar olduğuna görə onları da toplayırıq. 200 üstə gəl 100 bərabərdir 300 gram. Cavaba yazırıq 300. Və son məsələ, tutumu 1,8 litr olan çaydanda 0,8 millilitr su var. Lalə çaydanı doldurmaq üçün tutumu 200 millilitr olan stəkanla ona neçə dəfə su tökməlidir? Deməli, 1,8'dir, 0,8 var. Bundan bunu çıxıb tapaq ki, nə qədər lazımdır bunun dolması üçün? 1 litr lazımdır. İndi deyir ki, tutumu 200 millilitr olan stəkanla neçə dəfə su tökməlidir? 1 litr 1000 millilitrdir. 1000'i 200'ə bölüb tapırıq ki, 5 dəfə su tökməlidir. Cavaba yazırıq 5. Bəli, bu da son məsələmiz idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.